Salamünaleyküm. Mən bugün yenə sizlərlə sağlamlıq haqqında danışmaq istəyirəm. Mövzumuz isə bugün biraz fərqlidir. Bizim ümumi milli problemimiz, xalqımızın, dövlətimizin əsas problemlərindən biri olan boy məsələsi. Bəli, biz bəstə boy milləti, ancaq son demək ki 50-60 ildə bizdə boy başqa xalqlara nisbətən çox da inkişaf eləmir. Mən də buradan əziyyət çəkmişəm və uzun müddət məsləhət də bəzi adamlara eləmişəm, yaxın bildiklərim adamlara və effekti də olur. Mən sizə də bölüşmək istəyirəm. Dərmansız, davasız, indi dərman metodlarından da var, istifadə edirlər tibbi yolla boy artırmaq üçün. Ancaq mənim dediyim isə sadəcədir və demək olar ziyansızdır. Dərmanla olanların bilmək olması kimyəvi tərkibi hansı sümüyü daha çox artıra bilər, o da təhlükəli ola bilər bəzən insanlar üçün. Ancaq mən dediyim isə adi, sadə qaydadır. Hamının başa düşəcəyi, biləcəyi və sadəlik nədədir? Çalışın uşaqları yuxarı hündürlüyə tullandırmaq məqsədi ilə bunu eləyəsiniz. Bəli, tullandırmaq da indi məsləhət görülür, bəzən tibbdə də, bəzən internet saytlarında da məsləhət görülür. Ancaq mənim dediyim nədir? Uşaqlar sadəcə tullanmaq deyil, onu həvəslənmək yolu ilə, həvəsləndirmək yolu ilə yuxarı tullanmağa həvəs olmalıdır. Bunun üçün də nə etmək lazımdır? İndi kimsə uşaqlar balacadır, şirniyyat asmaq, cürbəcür oyuncaqlar asmaq yüksək bir yerdə, hündür, əli çatmayan yerdə. Bəzən uşaqlar ayağının altına nəsə gətirib, stul gətirib qoyub çıxırlar, pilləkən qoyub çıxırlar, hətta o da kömək edir. Əsas həvəslə yuxarı dartılmaq, yuxarı hündürlüyə. Mümkün qədər yuxarı tullanmağa vadar eləmək. Məsələn, biraz uşaqlar yeniyetməlik dövründə pul asmaq olar. Məsələn, çilçıraqdan pul asırsınız, istədiyiniz məbləği, uşaq üçün maraqlı məbləği və mümkün qədər sıçrayıb yerdən onu götürməyi. Orada qoyaram, indi siz baxarsınız. İndi orada sadəcə mümkün qədər uşaqlar yuxarı tullanmağa vərdiş eləməlidir. Və mən dediyim kimi məsləhət eləmişəm, çox uşaqlar da inkişaf edirlər. İndi boynu alan da var, almında fərq odur ki, əsas odur inkişaf, boyumuzun inkişaf eləmək üçün mütləq yuxarı hündürlüyə tullanmaq, həvəslə. Bir də var adi tullanmaq qaydalar, bir də var həvəslə tullanmaq. Yəni nə isə götürmək üçün, nə isə orada qazanc əldə eləmək üçün. O əsas vacib odur ki, həvəslə tullanmaq yuxarı. Bir də məcburiyyətdən uşağı məcbur edirsən yuxarı tullan düş. Bir də var ki, həvəslə tullanıb orada nə isə qoparmaq, nə isə götürmək. Bax, bu çox effektiv bir metoddur. Yəni çalışın, dediyim kimi nəsə asın, əli çatmayan yerdə uşağın əli çatdıqca onu biraz yuxarı qaldır, biraz da yuxarı qaldırsın. Mən öz evimdə də təşkil eləmişdim, bunu alındı və sizə də məsləhət edirəm. Çalışın, həvəsləndirici metodlarla yuxarı tullandırmağa. Effektiv bir məsləhətdir. 1 ilə, 2 ilə, 3 il içində görəcəksiniz uşaqlarda boy necə birdən-birə inkişaf edir. Mən kimə məsləhət eləmişəm, kim istifadə edibsə, effektini görüb və sizə də məsləhət edirəm. Sağ olun.